Salam, hörmətli pensiya müavinət alan vətəndaşlar. Müəyyən hallar var ki, pensiyalara, müavinətə kəsə bilər. O hansı hallarda mən hüquqşünasları seyircilərdə öz təcrübəmə əsasən həmin hüquqşünas kimi sizə demək istəyirəm, həmin əyri arabasında olan şəxs kimi demək istəyirəm, eyni zamanda əyri təşkilat rəhbəri kimi ki, hansı halda müavinətsiz kəsə bilər, hansı halda pensiyasız kəsə bilər, hansı halda kəsə bilməz pensiya və müavinət hörmətli izləyicilər. Əgər maraqlıdırsa video sonuna qədər baxın, hər şey sizə aydın olsun hörmətli izləyicilər. Diqqətlə baxın. Hörmətli izləyicilər, üzrlü sayın telefonda biraz problem var, siz çəkəyəm və sizdən xahiş edirəm. Əziyyətin hədəqin olmasın deyə videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin bu barədə xəbər olsun. Hörmətli izləyicilər, ümumiyyətlə son 2 ayda baxıram ki, bəyənməyə azdır, abunə olmağa azdır. Gəlin mənə dəstək olaq. Mən belə bir şey edirəm, sizi marif edirəm, siz də mənə dəstək olun. Videonu bəyənin və YouTube kanalına abunə olun. Və yenə keçdiyim mövzu. Hörmətli izləyicilər, bəzi insanlar müavinətlə pensiyanı səhv sayır. Yəni ki, ona görə demək istəyirəm ki, hörmətli izləyicilər, yaşa görə pensiya aldığınız zaman, yəni işləyirsinizsə, həmin pensiya kəsə bilməz. Nəzərə alın. Amma yaşa görə müavinət alırsa, əmək stajı yoxdursa, o halda mütləq qaydada sizin əmək müqaviləniz dayandırmalıdır, işləməməlisiniz aldığınız zaman. Ona görə ki, müavinət kəsə bilər. Eyni zamanda ailə başçısının itirməyə və müavinət alırsınızsa, o da kəsə bilər. Amma ailə başçısının itirməyə görə pensiya alırsınızsa, o halda belə işləyirsinizsə, pensiya kəsə bilməz. Nəzərə alın, mütləq qaydada. Eyni zamanda əyriyə görə pensiya alırsınızsa, o da kəsə bilməz. Hörmətli izləyicilər. Ümumiyyətlə qeyd edim ki, əyriyə görə pensiya və müavinətdə işlədiyiniz zaman alırsınızsa kəsə bilməz. Nəzərə alın, hörmətli izləyicilər. Mütləq qaydada. Buranın fərqi nədir? İndi qeyd edin, diqqətlə baxın. Hörmətli izləyicilər. Ümumiyyətlə insanlara tövsiyə etmək istəyirəm ki, hörmətli izləyicilər, müavinətlə pensiyanı səhv saymayın. Pensiya sizin işlədiyinizi görə verib, haçansa pensiya kapitalı yığıb və ya əmək stajı olduğuna görə verib, müavinətsə sizə, hörmətli izləyicilər, işləmədiyinizə görə verib. Ya heç vaxt işləməlisiniz, ya da işləmişsinizsə əmək stajı və ya pensiya kapitalı azdır, hörmətli izləyicilər. Bunu nəzərə alın, mütləq qaydada. Belə bir şey deyin sizə, hörmətli izləyicilər. Nəzərə alın. Birinci qrup əyriyə, belə deyək, 30 yaşına qədər 5 il minimum staj olmalıdır. 30 yaşdan yuxarısı hər yaşa görəsə əlavə 4 ay staj olmalıdır. Məsəl üçün 30 yaşda olur 5 il, 31 yaşda olur belə deyək 5 il 4 ay, 32-də olur 5 il 8 ay, 33-də olur 6 il əmək stajı və elə gedir. Bunu necə hesaba etmək olar, onu qeyd edim, hörmətli izləyicilər. Yəni, pensiya çıxan birinci qrup əyridən nəzərə alın ki, hörmətli izləyicilər, neçə yaşı varsa, həmin yaşda çıxın 15 yaş, yəni 15 il çıxırsınız, yerdə qalan, yəni neçə il varsa, onu vurursunuz 4 aya. Məsəl üçün deyəm, dediyim kimi, 50 yaşında tutaq ki, pensiya çıxırsa birinci qrup əyri, onda 15-i çıxanda 45. 45-i də vurursunuz 4-də. 4 dənə 45 180 ay. 180 ayımızda bizim neçə il təxminən? Həqiqətən də 15 il. 15 il staj olmalı ki, yəni birinci qrup əyri pensiya çıxa bilsin. Amma ikinci qrup əyrilərdə, üçüncü qrup əyrilərdə bu fərqlidir. Həmin o hesabanı, hörmətli izləyicilər. Həmin ki, əlavə pensiya kapitalı mütləq olmalıdır. Pensiya kapitalı olmadan çıxa bilməz. Amma burada bir incə məqam var. 2006-dan 2018-ə qədər işləyib bilirsə, mütləq qaydada, yəni ki, 24-də avtomatik staj adi vətəndaşlar hesablanır. Düzdür, ola bilsin ki, əyriləri desin ki, yox, sizə aidiyyətiniz yoxdur, staj olmalıdır. Xeyr, elədir. Əyriyə olan şəxsləri, yəni şamil olun. Siz onu məhkəmə qaydasını sübut edə bilərsiniz. Hörmətli izləyicilər, nəzərə alın. Əsas məsələdən biri də budur, mütləq qaydada ki, həmin 24 il staj şamil olunsun.
hörmətli izləyicim. Yaşa görə, əyriyə görə pensiyanın yəni səhv salmaq lazımdır, hörmətli izləyicim. Və məsəl üçün, əyriyə olan şəxs 18 yaşında pul alırsa, o hər bir pensiya alır. Elədir. İstər birinci qrupayı olsun, istər ikinci qrupayı olsun, istər üçüncü qrupayı olsun, hörmətli izləyicim. Xeyr, 5 il əmək stajı olmadan yəni pul alırsa, dövlətdən artıq bu müavinət hesab olunur. Və ya 25 il əmək stajı olmadan yaşlı şəxs dövlətdə pul alırsa, bu avtomatik müavinətdir. Və yaxud ailə başçısını itirmiş şəxs ailə başçısının stajı olmadığı halda pul alırsa, o da müavinətdir. Eyni zamanda onu qeyd edin ki, ailə başçısının itirməyə müavinət necə birinci qrupaya görə hesablanır. Hər yaşa görə, məsəl üçün 4 ay əmək stajı, eyni zamanda da ailə başçısını itirən şəxslərə hesablanır. Tutaq ki, məsəl üçün ailə başçısının 30 yaşlı itirmişsə, bunun 5 il stajı varsa, avtomatik pensiya yaşı olan valideyni varsa və yaxud həyat yoldaşı varsa, birinci qrupaya evladı varsa və yaxud birinci qrup həyat yoldaşı varsa, mütləq qaydada onun pensiyasını ala bilər. Nəzərən, hörmətli izləyicilər, əsas məsələdən biri budur. Eyni qaydada necə birinci qrup pensiyası hesablanırsa, o da hesablanır, hörmətli izləyicilər. Nəzərən, məsəl üçün 40 yaşında ailə başçısını itirmişsizsə, deməli ondan 15 yaş çıxırsınız, yerdə qalır 25 il. 4-ü də vurursunuz 25-ə. O halda da gəlir çıxır 100 ay. 100 ayımız bizim nə qədər iyi? Deməli 60 ayımız iyi. 5 il, 3 ilimiz iyi 36 ay və ya 86 ay. 86-nın da üstünə gələndə deməli 12 il, 98 ay. Deməli 9 il, 2 ay. Təxminən və ya bir staj olmalıdır ki, yəni 40 yaşında yəni pensiya hesablansın. Nəzərən, hörmətli izləyicilər. Sonunda bir daha xatırladıram ki, YouTube kanalına abunə olan şəxslər üçün telefonla və əyani hüquq məsləhətinin verilməsi 10 manatdır. Əgər zərərin yazılmasısa 50 manat. Hörmətli izləyicilər, kimin nə sualı varsa, zəhmət olmasa qeyd olun, telefonu mənim WhatsApp-dan səsilə göndərsin ki, mən baxın cavab verə bilim. Bir də görsə başqa yerdə olan cavab verə bilmirəm. Hörmətli izləyicilər, ona görə. Əgər YouTube kanalına abunə olmadınızsa, o halda normal hüquq məsləhətinin verilməsi 25 manatdır, hörmətli izləyicilər. Amma məncə daha yaxşı olar ki, yararlanasınız, daha az ödəniş edəsiniz. YouTube kanalıma mütləq abunə olun və zəhmət olmasa şəklini çəkin, WhatsApp-a atın. Ondan sonra sualınızı verin. Hörmətli izləyicilər. Diqqətinizə görə çox sağ olun, abunə olmağı unutmayın. Sağ olun.